Tibbdə cahilliyin son həddi. Qadın hamilə qalmamaq üçün cinsi orqanına kartof yerləşdirib. Çox unikal və maraqlı xəbərlərimiz var. Sona qədər bizi izləyin. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Tibbi cahilliyin dibi buna deyirlər. Qadın hamilə qalmamaq üçün cinsi orqanına kartof yerləşdirib. Nəticə etibarilə çıxartmaq yadından çıxıb, o da cücərib, bakteriyalar, infeksiyalar yaranıb, nəticədə isə sərt ağrıları olub, eyni zamanda da iltihablaşma. Ən dəhşətli məqam isə bilirsiniz nədir? Soruşanda ki, bunu niyə eləmisən? Deyib ki, anam belə məsləhət gördü. Uzun illər özünü hamiləlikdən belə qoruyurmuş. Sadəcə olaraq görünür ananın sonradan kartofu çıxartmaq yadında qalır, amma qız unutduğu üçün iltihab verir. Ümid edirəm ki, bununla yanlış bir təbliğata yol açmadım, amma bu doğrudan da insan sağlamlığı üçün çox yanlış bir hərəkətdir. Cahilliyi təbii ki, qınayırıq, yaranma səbəbimiz də odur ki, tibbi maarifləndirmə ilə məşğul olaq. İzləyək. Cinsi orqanına kartof yerləşdirdi. Tibbi cahillik. Hamilə qalmamaq üçün bunu edib. Kolumbiyada gənc qadın kəskin qarın ağrıları ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı həkim-ginekoloqlar pasiyentin cinsiyyət orqanında qeyri-adi yad cisim aşkar ediblər. Məlum olub ki, qadın hamiləliyin qarşısını almaq məqsədi ilə kartofdan istifadə edib. Tibbi baxımdan əsassız və təhlükəli olan bu üsul ciddi fəsadlara yol açıb. Həkimlərin bildirdiyinə görə orqanizmdə qalan bu kartof rütubətli mühit təsiri ilə kök atmağa və cücərməyə başlayıb. Nəticədə iltihab, güclü ağrı və infeksiya riski yaranıb. Pasiyent üzərində aparılan cərrahi müdaxilə texniki baxımdan mürəkkəb olmasa da, nadir hallarda rast gəlinən tibbi hadisə kimi qeydə alınıb. Araşdırma zamanı məlum olub ki, bu dırnaqarası konsentrasiya üsulu qadının şəxsi təşəbbüsü olmayıb. Ona bu metodu anası məsləhət görüb. Həkimlər qeyd edib ki, bu fakt əhalinin tibbi savadsızlığının göstəricisidir. Buna görə də tibbi maarifləndirmənin həyat əhəmiyyətli olduğunu vurğulayıblar. Daha bir tibbi skandal ilə qarşınızdayıq. Məsələ burasındadır ki, xərçəngə meyilli olan bir şəxs spermasını donor kimi təqdim edib və bu spermalarla 200-dən çox uşaq dünyaya gəlib və onların əksəriyyəti artıq gənc yaşında, uşaq yaşında həyatını itirib. Bu tibbi skandalı isə BBC və onunla bərabər 14-dən çox media araşdırıb. Bütün dünya hazırda məhz bu məsələni müzakirə edir. İzləyək. Sperma donoru qalmaqalı, xərçəng riski olan adamın 200 uşağı da oldu. Avropada aparılan geniş miqyaslı jurnalist araşdırması çox ciddi tibbi qalmaqalı üzə çıxarıb. Xərçəng riskini kəskin artıran genetik mutasiya daşıyan anonim sperm donorunun toxumları ilə azı 197 uşaq dünyaya gəlib. Mütəxəssislərin bildirdiyinə görə bu uşaqların bir qismi artıq müxtəlif xərçəng növlərinə tutulub, bəziləri isə erkən yaşda həyatını itirib. Məlumata əsasən donorun spermasında TP53 genində mutasiya olub. Bu gen orqanizmdə hüceyrələrin xərçəngə çevrilməsinin qarşısına alan əsas mexanizmlərdən biridir. Donorun özü sağlam olsa da, spermasının təxminən 20%-də təhlükəli mutasiya mövcud olub. Həmin toxum ilə doğulan uşaqlarda isə mutasiya bədənin bütün hüceyrələrinə ötürülüb və bu Li-Fraumeni sindromu kimi tanınan ağır genetik risklə nəticələnib. Bu sindrom ömür boyu xərçəngə tutulma ehtimalını 90%-ə qədər yüksəldir. Araşdırma Avropa Yayım Birliyinin jurnalist araşdırmaları şəbəkəsi çərçivəsində 14 media qurumu, o cümlədən BBC tərəfindən aparılıb. Məlum olub ki, bu donorun sperması 14 ölkədə 67 klinikada istifadə edilib. İkinci beynimiz hansı orqanımızdır? Bilirsinizmi? Ürəyimiz deyəcəksiniz çoxunuz, amma elə deyil, bağırsaqlarımız. Bəli, beyni ikinci bağırsaq adlandırırlar. Və çox qəribədir ki, autizm xəstələri üzərində aparılan araşdırmada məlum olub ki, onların fərqli olmağının səbəbi bacı və qardaşlarının bağırsaqlarında olmayan bakteriyalara sahib olmaqdır. Unikal və düşünürəm ki, tibb elmi üçün çox maraqlı bir ixtiradır, açılışdır, kəşfdir. Birlikdə baxaq. Autizmli xəstələrin bağırsağındakı bakteriyalar
tamamilə fərqlidir. Translational Psychiatry jurnalında dərc olunan yeni elmi araşdırma autizm spektr pozuntusu olan uşaqlarda bağırsaq mikrobiotasının tərkibinin fərqli olduğunu göstərib. Tədqiqatda autizmli uşaqlar onların sağlam bacı-qardaşları ilə müqayisə edilib. Alimlər bağırsaq bakteriyalarının tərkibini 15-RNNT analizi ilə araşdırıblar. Nəticələrə görə autizmli uşaqlarda bəzi faydalı, xüsusilə zəncirli yağ turşuları istehsal edən bakteriyaların miqdarı daha az olub. Bu maddələr bağırsaq və beyin arasında əlaqədə mühüm rol oynayır. Araşdırmada diqqət çəkən məqamlardan biri də budur ki, müəyyən bakteriyaların səviyyəsi ilə sosial ünsiyyət bacarıqları arasında zəif, lakin müşahidə edilə bilən əlaqə var. Məsələn, bəzi bakteriyaların daha çox olduğu uşaqlarda sosial davranış göstəriciləri nisbətən yaxşı olub. Bununla yanaşı, sağlam bacı-qardaşların bağırsaq mikrobiotasının həm autizmli uşaqlardan, həm də nəzarət qrupundan fərqləndiyi müəyyən edilib. Bu barədə sizə məlumat vermişdi, amma indi məsələ biraz da qəlizləşib. İnsanlar doğmaları öləndən sonra onların səslərini, görüntülərini müəyyən şirkətlərə verirlər və əvəzində süni formada ölən doğmalarını geri qazanırlar. Onunla söhbət edirlər, hansı xatirələri yadda salırlar və sair və ilaxır. Psixoloqlar isə artıq kütləvi hal almağa başlayan bu prosesin psixoloji tərəflərini araşdırmağa başlayıblar. Məlum olub ki, artıq ölüm faktı insanlıq üçün dəyişir. Ölən adamla ürəyin istəyəndə danışa bilirsənsə ekranda, hansı xatirələrini yada sala bilirsənsə, bu axı onun ölmək və daha olmamaq faktını qəbul eləməyə qoymur. Bəs bunun fəsadları necə olacaq? Nələr olacaq? Bu barədə psixoloqlar danışır. İzləyək. Ölmüş rəqəmsal dirilər. Süni intellekt ikinci həyat verir. Yeni texnologiyalar rəqəmsal surətlər yaradaraq mərhumlarla ünsiyyət imkanı verir. Generativ süni intellekt insanların ölüm və kədər anlayışını dəyişməyə başlayıb. Bu yanaşma bəzi insanlara təsəlli versə də emosional prosesi mürəkkəbləşdirir və canlı ilə ölü arasındakı sərhədləri silir. Ekspertlər xəbərdarlıq edir ki, süni intellekt vasitəsilə verilən emosional dəstək empatiya qabiliyyətini zəiflədə, itkini qəbul etmə və təbii kədər prosesini çətinləşdirə bilər. İnsanlar arasında birbaşa ünsiyyət isə həyat və ölüm anlayışlarını dəyişir. Tədqiqatçı Shisei Tei bildirir ki, süni intellekt tərəfindən yaradılan şəxslər qarşılıqlı əlaqə və anonimliyi əks etdirir, lakin fərdi özünü tanıma qabiliyyətindən məhrum edir. Belə sistemlər mürəkkəb emosional təcrübəni sadələşdirir və insanlarla formalaşan kamilliyi heç vaxt əvəz edə bilməz. Darçının faydaları çoxdur, əksəriyyətimiz də onu sevirik. Amma alimlər yeni bir araşdırma aparıb və məlum olub ki, darçın həm də xərçəngi əngəlləyir. Necəsini bilmək üçün isə sonuna qədər baxaq. Darçının xərçəng əleyhinə imkanları araşdırılıb. Yeni tədqiqatlar göstərir ki, darçından alınan bioaktiv birləşmələr xərçəng hüceyrələrinin siqnal yollarını dəyişə bilər. Lakin insanlar üzərində geniş testlər aparılmadan bu təsirlər barədə dəqiq nəticə söyləmək mümkün deyil. Frontiers in Nutrition jurnalında dərc olunmuş nəzərdən keçirilmədə alimlər darçının tərkibindəki maddələrin xərçənglə əlaqəli siqnallaşma proseslərinə necə təsir etdiyini araşdırıblar. Tədqiqat darçının hüceyrə siqnalı sistemlərində NF-κB və AP1 kimi amillərə təsir göstərə biləcəyini, bu yolla iltihab, hüceyrə, sağ qalma və angiogenez kimi xərçəng inkişafında iştirak edən prosesləri yavaşlada biləcəyini göstərib. Bununla belə, yuxarı dozalarda darçında olan kumarin maddəsinin qaraciyər zəhərliliyi yaratma riski var və bu, təhlükəsizlik baxımından vacib məsələdir. Alimlər vurğulayırlar ki, darçının xərçəng qarşısına alma və ya müalicə vasitəsi kimi istifadəsi üçün hələ klinik sınaqlar və insanlarda təhlükəsizlik testləri aparılmalıdır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.